bütün insanların Allah Taala'nın gönderdiği, nazil ettiği dine ihtiyacı var. İnsanlar buna ihtiyaclıdır. Çünkü bu din de, Allah'ın gönderdiği bu şəriət də yalnız və yalnız insanların xeyri, səadəti və xoşbəxtliyi üçündür. Və ona görə də hər bir insan bu dinə əlindən gəldiyi qədər vəsilə olmalıdır, səbəb olmalıdır. Və Allahın dininin irəli getməsi üçün, Allahın dinində insanların Allahın dinindən faydalanması üçün səbəbkar olmalıdır və dəstək olmalıdır. Məhz bu din ilə insanlar Allah Subhanahu və Taala'nı tanıyır, öz yaradanını tanıyır, öz xaliqini tanıyır və insanlar Allahı tanıması üçün yalnız dinə yönəlməlidir. Yəni insanların öz xaliqini tanıması nəyin vasitəsilə olur? Yalnız öz yaradanını düzgün şəkildə tanıdığı halda olur. Və ona görə də uca Allah da insanları nə üçün yaratdığını öz mübarək kəlamında bildirmişdir. Allah Teala yarattığı insanları yalnız özünə ibadət etmək üçün yaratmışdır. Necə ki bu barədə Allah Teala Bəqərə surəsində bildirir. Ya eyyuhannas u'budu rabbakumullezî halaqakum. Ey insanlar, sizi yaradan Rəbbinizə ibadət edin. Ona görə əziz müsəlmanlar, hər bir müsəlman, hər bir mömin Allahın dininə dəvət etməkdə əlindən gəldiyi qədər kömək etməlidir, dəstək olmalıdır, elmi ilə və ya başqa vasitələrlə, hansı ki insanlar, yenə xatırladıram, insanların Allahın dininə ehtiyacı var.